Salam arkadaşlar. Çoxdandır YouTube-a video paylaşmırdım, amma artıq qərara gəlmişəm ki, mütəmadi olaraq YouTube-a video paylaşmaq lazımdır. YouTube-un bir o xüsusiyyətindən xoşum gəlir ki, rahat-rahat istənilən avtomobili ətraflı şəkildə izah edib danışa bilirsən. Çünki vaxt məhdudiyyəti yoxdur. Əksinə, vaxt nə qədər uzun olsa bir o qədər yaxşıdır. Bugünkü təqdimatımızda mənim qonağım Lexusun GX 550 modelidir. Niyə 212.500 manata mən Lexus GX almalıyam? Sualına cavab verəcəm sizə. Artıq özünüz qərar verərsiniz, dəyərmi, dəyməzmi? Avtomobilə baxsanız deyəcəksiniz ki, əşib, bu nə maşındır? 212 manat verirəm, qapılarında bir dənə qapı dartıcısı yoxdur. Amma elə şeylər var ki, o qapı dartıcısı heç o olan xüsusiyyətlərin yanında görünmür. Nədən başlayaq? Başlayaq, elə əvvəlcə bu əzələli və sərt avtomobilin xarakterini ortaya qoyan kapotdan. Sırf hissiyata fokuslanır. Elə bu avtomobildə də həyəcanlı bir hissiyyat yaşatmaq üçün mühəndislər fokuslanıb işləyiblər. Dizaynla danışacağım, amma əvvəlcə istəyirəm bu əzələli, bu bazburutlu maşının kapotunun altındakı aqreqatdan danışım sizə. Bunun yerini tapa bilsəm açacağım. 3,5 litrlik 6 silindrli twin turbo mühərriklə təchiz olunub avtomobil. 354 at gücü və 650 Nm tork hasil edə bilir. 3,5 tonluq bu əjdahanı dartmağa 650 Nm tork məncə əladır. Bu canavarın gövdəsi body on frame adlanan bir texnologiya üzərinə qurulubdur. Daha sonra həmin o gövdə üzərinə qurulub. Yenilikçi, daha texnolojik qaynaq və yapışma xüsusiyyətlərinə görə digər GX-lardan 20% daha möhkəmdir. Bu 3 moduldan ibarət yaxın vurma işığı, uzaq vurma işığı, gündüz işıqları Lexusa xas bir dizayn. Bunlar adaptiv fənərlərdir. İti ön radiator barmaqlığı, burada da distronik yerləşdirilib. 360 dərəcəlik kameranın da ön linzasını burada görə bilirik. Toyota Prado'da belə bir şey görmüşdüm. Ön kamera oynayırdı, aktiv idi. Bunu bilmirəm, aktivdir yoxsa yox. Fara yanlarımız buradadır. Fara yanlar da artıq uzun müddəti ki, mən fara yan görmürəm. Bəzi ancaq lüks avtomobillərdə, belə bahalı avtomobillərdə. Təbii ki, bu da bu lüksun imzasını atıbdır. Parktroniklər avtomobildə artıq belə wow effektindən əlavə o W hərfini də yaradacaq bir effekt vermir. Artıq parktronik də normal bir şeydir. Demək olar ki, bütün avtomobillərdə var. Lexusun arxa tərəfi də önü qədər xarizmatik və brutal görünür. L şəkilli stop işığı, burada olan o Lexus yazısı avtomobili daha cazibədar göstərir məncə. 1063 litrlik yük yerinin həcmi var. İkinci sıra oturacaqları qaddalınanda bu olur 2000 litr, avtomobil 5 nəfərli idi. Əsasən deyəcəksin, niyə 7 nəfərlidir? Bunun 7 nəfərlik variantları da var. 5 nəfərlik variantları daha premium görsənməsi üçün 5 nəfərlik eləyirlər ki, insanlar rahat olsun, öz yüklərini rahat qoya bilsinlər bura. Bagaj qapağı ayaqla açılıb bağlana bilir. Ondan əlavə də onlar da indi birdən hava şəraiti uyğun olmaz və yaxud yer məkan uyğun olmaz. Bu boyda əzəmətli qapını aça bilməzsiniz deyə burada bir düymə var, onu sıxmaq kifayətdir ki, şüşə panel açılsın. Açılır və istədiyiniz əşyanı buradan götürə bilərsiniz. Bu kamera yük bölümündə ağzına qədər yük var. Siz arxa görüntünü ümumiyyətlə orta güclüdən heç sən görmürsünüz və aktiv edirsiniz, bu kamera işə düşür. Yolu tam şəkildə sizə əks etdirəcəkdir. Dedim, niyə 212.500 manata dəyər bu avtomobil? Primitiv bir misal çəkirəm. Hətta avtomobilin altına bir panel qoyublar ki, ora bitkilər girməsin. Onu belə düşünüblər. 92 benzindən işləmir. Ümumiyyətlə, burada 92 sözü yoxdur. Premium, ancaq premium. Hətta deyərəm, 98 oktanlı yanacaqdan istifadə etsəniz daha yaxşı olar. Bu avtomobil amma deyir, yaxşı da deyir, 95 dənə də işləyərəm sənin üçün. Bəzi xüsusiyyətlər var, sadalayacağım irəliləyən dəqiqələrdə. Onlar Lexus GX 550-nin Luxury Plus komplektasiyada olmağından xəbər verir. 22'li disklər Luxury Plus paketdə gəlir. Təkərlər nədir? Dunlop təkərlərlə gəlir. Avtomatik açılan ayaq altılar, buradakı Black Piano materialında yük relisləri və 22 ölçülü disklər Lexus GX 550-nin Luxury Plus komplektasiyada olmağından xəbər verir. Eksteriyerini danışdığım qədər interyerini də danışmaq istəyirəm. Ona görə sizi dəvət edirəm bir arxa oturacaqlara baxmağa. Avtomobil oturacaqları Isofix-dən təchiz olunub, natural dərinin hazırlanmış bir oturacaqlardır.
Arxa oturacaqlara oturanda hiss edirsən ki, avtomobil adama dinclik verir, sakitlik verir. Bax, off-road əyləşmənin xüsusi qaydası var. Deməli, bu ayağınızı qoyursunuz, buradan tutursunuz. Ondan sonra oturursunuz. Sür bala, sür. Mark Levinson səs sistemi 21 səs gücləndiricidən ibarət 1800 wattlıq səs sistemi sizə əsl kinoteatr effekti yaşada biləcək bir səs sistemidir. Hətta orada playlistdə quraşdırdığınız mahnılarda və yaxud hər hansı bir filmə baxmaq istəsəniz, oradakı çeşitli səsləri, aşağı bitli səsləri təmizləyib yüksək səviyyədə səs verə bilir sizə. Zavod istehsalı arxa pərdələr var, biraz daha tünd fason bir şüşələr var, hətta tünd şüşələri deyərdim elə. Burada stəkan altlıqdır və mən istəyərdim ki, burada belə bir konsol görüm, arxa oturacaqlarda ventilyasiya görüm və yaxud arxa oturacaqların klimat kontrolünün xüsusi idarəçisinin ən azından bura yoxdur, indi bura qoya bilərlər, onu görmədim. Burada Type-C portlar var, arxa oturacaqlar qızdırıla biləndir, 3 rejimdə tənzimləyə bilirsiniz bu düymələrlə. Bu da arxa hava deflektorlardır. Burada Start-Stop'a basanda Yapon qonaqpərvərliyini əks etdirən bir salamlamadır. Omotenashi qonaqpərvərliyini əks etdirən bir salamlama var burada. Təsəvvür edin, bu interfeys peşəkar ralli pilotlarının əməkdaşlığı ilə bir yerdə hazırlanıb ki, sürücü maksimum dərəcədə gözünü yoldan ayırmasın. Buna Tazuna konsepti deyilir. Tazuna konsepti Yapon at sürmə mənbələrinə ilhamlanıblar. Tazuna atın ipi, nə deyirlər, yüyəni deməkdir və sükanla idarə etmə paneli arasında intuitiv əlaqə yaradır. İstəyir head-up display, istəyir idarə etmə paneli, minimum və lazım olan informasiyalar burada var. Hamısı sürücünün diqqətini maksimum yola yaxınlaşdırmaq üçündür. 12,4 inçlik sensorlu multimedia ekranı var burada. Həmin ekrandan istər klimat kontrolü, tənzimləmələri, həmçinin oturacaqların ventilyasiyasını, qızdırıcısını və sükanın qızdırıcısını idarə etmək mümkündür. Oturacaqların masajları da bura daxil. Təbii ki, ön oturacaqlardan söhbət gedir. Arxa oturacaqlarda ancaq qızdırıcı var. Ön oturacaqlar isə hətta ayağın bu hissəsinə qədər masaj edir. İdmançılar yaxşı bilər, burada daim əzələ işləyir. Monitor çox keyfiyyətlidir, həqiqətən çox parlaq və çox keyfiyyətli. Klimat kontrolü də buradan idarə edə bilirsiniz, buradan görürsünüz. Head-up displeyimiz burada yerləşdirilibdir. Burada 2 dənə Type-C portu var. Sürüş rejimlərini buradan seçmək olur. Burada sürüş rejimləri hansılar var? Custom özünüz tənzimləyə bilirsiniz. Sport S+, Sport S, Normal, Comfort və Eco hal-hazırda. Bu normalda da interfeys də burada yüngülvari ilə belə rənglər dəyişir, amma maksimal dərəcədə sürücüyə ən lazım olan məlumatları bura yerləşdiriblər. Drive mode, ESP off buradadır. Burada da bir dənə 12 voltluq şarj portu yerləşdiriblər. Bu hissədə wireless charging, yəni naqilsiz şarj etmə mövcuddur. Həmçinin burada da bir soyuducu var, coolbox. Buradan da aktiv edirsiniz. O, qəşəng sərin gəldi. Yayda qəşəng istiçiləri qoyursunuz bura, gedirsiniz gəzməyə. Avtomobilin burada da bir cibi var. Əlavə olaraq burada da belə bir cib var, gizli cib. Hər azından telefonu falan bura qoya bilərsiniz də, deyə düşünürəm. Yəni kiçik bir cibdir. Və yaxud nə bilim hər hansı bir açarı falan qoya bilərsiniz. Ön oturacaqların qızdırıcı ventilyasiyasından məlumat vermişdim. Sürücü oturacağında isə yaddaş paketi mövcuddur. Avtomobilin sükanı doğrudan çox ergonomik görünür. Yəni maksimum sürücüyə fokuslanıblar ki, avtomobildə sürücü özünü tam rahat hiss etsin. Növbəti videoda görüşənədək sizin üzərinizdə biraz vəzifə düşür. Videonu bəyənib, izləyib, paylaşmağınız. Hər birinizə təşəkkür edirəm. Bu Yapon canavarın və bunun timsalında bir neçə Lexus modelini görmək istəyirsinizsə, Lexus Bakı mərkəzinin yeni açılan Ağ Şərif filialına müraciət edə bilərsiniz. Gəlin, baxın, özünüz şahid olun ki, doğrudan da avtomobil mühəndisləri necə bir mühəndislik sərgiliyirlər, ortaya qoyurlar. Hələlik.